Herkese hoş gördüm kanalımda ve yeni bir vlogla yeniden sizinleyim. Emin bahçede belə bir görürsünüz. Gül düzəldib mənim üçün. Əl işi yoldaşım mənə köməklik edir. Azərbaycan dilində bəzi sözləri bilməyəndə. Emili bahçeden götürüp gələndə qızlar bazarlıqda elədim biraz. Milan qaymaqlı qatıq. Bilirsiniz, o kadar şirin qatıqdır ki, kənd usulü qatıq yazılıb. 6%, həm qaymaqlıdır. Çox belə yağlı qatıqdır. Və uşaqlar üçün buna varenya soku, varenya siropunu daha doğrusu. Ya da ki, hansısa gilə meyvələri şirin elib töksəniz. Mən hələ eləyirəm. Çox gözəl yoğurt almış. Emin burada уже bilmirəm hansı dilə keçib. Başka dillerde de bakır arada. Ona göre bunun sesidir. Скажу, что это мне Эмиль помог. Mənə Emil köməkli eləyib. Deyim ki, Emil köməkli. Конечно, ты моя сладость. Это я все тебе маму купить, поэтому тебе было очень тяжело. Да, мое счастье, да, моя радость. Кушай яблоко, kuşay. Хорошо. Возьми. 2 dənə Emil özü seçib. Belə süt. Mən istəyirdim Belarus, ama Emil getdi Azər süt seçdi. Bu da yaşlı süt əslində. Bunu da alıram. Sonra mənim Kamil oğlum, baxmayaraq ki, biz tezəlikcə kalbasa eləmişik. Uşaqlarım kalbasanı bəyənmədi. Çünki dediyim kimi onlara konservant çatışmır. Ona görə onun üçün belə aldım. Çox xahiş eləmişdi ki, sosiska alın. Emil isə özünə mütləq dedi ki, yox, bir dənə alınma yoğurt da al. Это козлар, это мой умничный йогурт, и он очень вкусный, как в магазине. Da, maya счастье. Görürsünüz, özü də sizə öncə deyir ki, qızlar. Bunu isə Albina xahiş elədi ki, şirin belə konserv olunmuş qarğıdalı alım onun üçün. 2 dənə belə Milla tvaroqunu aldım. Tvaroqlar Milla'da xoşlayıram. Ümumiyyətlə görürsünüz, demək olar, bugün bu Azər sütdür, bu ikisi Milla'dır. Sonra Belarus'un smetanası, xaması. Bu neçə faizdir? 15%. Bu isə pişiklərim üçün, onları da hərdən belə, bu da onların elə bir şirniyyatı da belə deyim. Sonra burada isə Emil özü üçün Skittles aldım. Əslində o M&M's xoş verir. Nəsə M&M's tapa bilmirəm axırıncı vaxtlar. Bir dənə belə Ankara vermişelikalar. Və banan. Banan o kadar çok gelir bizde bu axırıncı vaxtlar. Şimdi bunu da yiyip koyacağım. Bu da dediyim üsulda yoğurt hazırlayıram. Görürsünüz qatıq necə qatıdır və yağlıdır. Mən bu yoğurta həm malina, həm də banan əlavə edəcəm və şəkər tozu əvəzinə stevia əlavə edəcəm. İndi bunları hamısını blendera tökürəm və qarışdırıram. Конечно, налью сейчас моя радость. Və uşaqların hərəsinin öz zövqü olduğundan Albina istədi südlü kokteyl. Əslində bunu bütün uşaqlar xoşlayır. Onlar üçün də, hamı üçün daha doğrusu südlü kokteyl də elədim. Amma bu südlü kokteylə mən artıq qırmızı qaraqat əlavə etdim. Onlar üçün və çox dadlı kokteyl oldu. Mən isə bir kaşka qəhvə içib başlayıram çörək bişirməyə. Keçən dəfə çörəkdən çox sual verdiniz qızlar və indi istəyirəm ki, sizə bu videoda çörək haqqında da onun içindəki, daha doğrusu droj yerinə acıtma əlavə etmişdim demişdim və o acıtmanı necə eləyəcəmsə, onu da sizə necə eləyirəmsə, daha doğrusu onu da sizə bu videoda istəyirəm danışmaq, açıqlamaq. Düzdür, onu bu videoda eləməyəcəm. Acıtmanı düzəltməyəcəm. Çünki acıtma məndə var. Bir dəfə eləyirsiniz qızlar onu və yaxşı baxsaz ona düzgün qulluq etsəz, belə deyim, acıtma sizdə həmişə olacaq. Amma birdən düzgün vaxtında onu yedizdirməsəz, onda acıtmanız xarab ola bilər və tezdən bu proseduru etməli olacaqsınız. Mən isə bu dəfə əslində mənə bacım eləmişdi acıtmanı, mən eləməmişəm və mənə verib, mən isə indi ona düzgün qulluq eləyirəm deyənə artıq ikinci dəfə çörək bişirirəm və elə qərara gəlmişəm ki, ancaq və ancaq ev çörəyi bişirəcəm. Çünki bu daha faydalıdır.
bizim sağlamlığımız üçün mağazindən aldığımız çörək elə olur ki, günlərlə xarab olmur. Orada da konservant var. Ona görə mütləq ev şəraitində olunan çörək daha faydalı olur. Bunu Spektr İnjinirik yoldaşım gətirib öz firmasınınkini. Bir də ki 3 il axtardığım kitab nəhayət gəldi. Mütləq bunu çəkməliyəm. Bunu Rusiyadan gətiriblər mənim üçün. Valbiris'ten, baxın Valbiris'ten. Hayır ki bizdə Valbiris yoxdur. Şimdi açacağım. Bu mənim işimə aid kitabdır. 3 ildir bunu axtarıram. Çox hər yerdə dəhşət qiyməti baha idi. Nəhayət ki 35 manata tapmışam. Bizdə bunu 60 manata satırlar. Təkcə bir yerdə satırlar. Onu da 60 manata. Belə. Nəhayət ki bu kitabı gəldiğinde bunu başlayacağım oxumağa. Ümid edirəm ki burada lazımlı bir şeyler var. Çünkü o kadar bunu reklam edirlər. O kadar bu tanınmış bir kitap olub ki müəllifi indiki bir logopeddir, Rusiyalı və inşallah ki bu axtardığım kimi əvəz olunmaz bir şey olar. Artıq ikinci dəfədir ki, yenə bu çörəyi bişirirəm qızlar. Çünki keçən dəfə elədiyim 2 buxanka belə çörək bir gün ərzində, bir gün yarım bitdi və istəyirəm tezdən bişirdim. Ona görə tezdən bişirdim, можно понюхать. Çünki bu çox yaxşı. Getdi hindi dərtli, amma içi yumuşaq olur. Bu birincisidir. Burada da məni ikincisi gözləyir. Astorojno горячий. İkincisi gözləyir. Baxın belə. Deməli bunu xaladelnikdən çıxartanda bərk olur. Elə bir ki, amma qoyanda belə duxovkada, sobada olur belə böyük, gözəl buxanka. Я сегодня стал пожарником. Вот это свой пожарник. Давай. И спасаю людей. Поставь. Мне тоже дай кусочек. Tini. İsti çörək və şor. Uşaqlığım yadıma düşdü. Kətdə belə yeyirdik. Ha? Штатив принеси. Я? Да. Почему? На кухне который. Kızlar bu boyda böyük bir sifarişim gəlib. İndi istəyirəm bunu açaq, baxaq nələr var burada. Emil qaça-qaça gəlib ki, mənim maşınım var orada. Aslında mən maşınımı bu dəfə zakaz etməmişim. Сказать кызлара. Кызлар. Там нету машинки. Просто там что-то есть для детей. Давай-ка все посмотрим вместе, как там что-то есть. Так, смотрите, кызлар. Bu nədir? Bunlar niyəsə yaşdı, bilmədim. Yəqin yağışlı günü gəlib. Стой. Кызлар. Это как называется кызлар? Belə bir kitabça zakaz etmişdim işimə. Постой-ка. Gəlib. Bu da bunun bəbəsi. Emil üçün şalvarlar zakaz eləmişdim. Onlardır. Belə. Mən şalvarlar. Biri də gör. Это мой? Amma materialı əslində mən istəyirdim ki, Это mой? olsun da xlopak. Это mой? Pambıq amma. Bu isə Emilin köynəkləri. Göy rəngdə, qara rəngdə. İndi pajarnik olmaq istəyir, ona görə belə pajarniklarla. Biri də bu rəngdə. А я это хочу сказать. Это твои. Я хочу сказать. Скажи. Кызлар. Я стал лучшим пожарником. Belə sportivli şal var. Biraz elə bir rəngi solan kimidir, görürsünüz. Geyinib də göstərərəm sizə. Bu da mənim oyuncaqlarımdır. Bu da mənim uşaqlarım üçün oyuncaqlarımdır. Sonra bir də göstərəcəm. Naskilər. Naskilər. Bu da mənim işimlə bağlı belə göstərəcəm. Yerdə qoyursunuz. Bunun üstündə uşaq oppanır, eləyir. Daroşkalar. Və
əl vurandadır belə. Rezindir. Cəmi 2 dənədir qızlar. Mən elə bilmişdim. Yox. 4 dənədir, 4 dənədir. Yapışıbmış. Baxın, yapışıb 4 dənə. Belə puzzle'dır, uşaqlar yığır. Это кого? Davay basмотрим. Давай. Albin. Albin özünə 4 dənə, yox 3 dənə futbolka zakaz etmişdi. Biri qırmızı, sarıntıl, bir də ağ. Sadə futbolkalar. Bu Kamilin telefon üçün olan. Baxaq, indi bu nədir? Bu da Kamilin şnurlarını taxmaq üçün. Yox, şnurlarını yox, belə başlıqları taxılan udlenitel kimi bir şeydir ki, bir neçəsi bir yerdə olsun. Koyun? Koydum. Bu da Kamil özünə ışıq sifariş etmişdi. Pultu da var. İşığı hara istəyirsiniz orada koymaq olur. Belə ayağı var. Bu ayağına belə taxılır və ayaq üstə dayanır belə. Мы не это заказывали. Хорошо. Bir dənə də ağ belə sportivli şal var. Albina özünə zakaz etmişdi. Bunu da geyinib göstərərəm sizə necə görünür. Albina özünə belə kapüşonlu jaket, hudidir, nə deyirlər buna, ondan zakaz etmişdi. Sadə, boz rəng kapüşonka ilə qəşəng qalındı. İçi də belə. Можно здесь станешь? Да. İçi də belə. Əmim qızım üçün bir dənə deməli taxta sifariş etmişdim, amma taxta idi şüşədən. Görürsüz, şüşə taxtadır, şüşədəndir. Burada belə yapışma şey də var ki, stolun üstünə harasa qoyanda yapışır və düşmür, şüşədir. Bu da mənim işimlə bağlı kartoçkalar. Bunları da sonra göstərərəm necə olursam. Bu da mənim işimlə bağlı olan belə oyundur. Sonra bunu da göstereceğim. İndi yadımda değil. Bunları düzüp boşandan sonra oyunları hamısını bir-birinə göstereceğim. Kamil üçün o vaxt eynən bundan zakaz eləmişdim. Penal itirib. Ona görə birində zakaz etdim idi Kamil'i də. Bu daşları da mən sifariş etmişdim. Uşaqlarla oynamaq üçün. Bunu da əmim qızım üçün sifariş etmişdim. Bu deməli krantın yanına qoyursunuz. Fartukla krantın arasına ki su tökülməsin, qoyub göstərəcəm necə olursam. Bu isə özümə ştativ sifariş etmişdim. Belə rozalı idi bu dəfə telefon üçün. Bu şalvarı dediyim kimi Albina özünə zakaz eləmişdi. Amma şalvar çox qısadır və biraz da dardır. Düzdür, mən geymişəm, amma Albina'nın eyni razmer geyiniri demək olar və bu şalvar xoşumuza gəlmədi. Amma bu şalvarı isə mən özümə zakaz eləmişdim. Bu da sportivli belə şalvardır. Bunu bayrada geymək olur. Biraz rəngi geçmiş kimi belə rəngi var, köhnəlmiş kimi, amma qəşəngdir. Bu xoşumuza gəldi və bu da Albina özünə zakaz etdiyi hudidir və rəngi də xoşumuza gəldi, keyfiyyəti də xoşumuza gəldi, qalınlığı da hər şey super idi, hələ istədiyimiz kimi. Qızlar demişdim, bunu da göstərəcəm yerində. Baxın, belə bir şeydir. Məndə prosta burada sabun qabı yeri var. Amma bunu mən çıxartacağım, yayda inşallah bura filtr qoyacağım. Yenə də ki, demək istəyirəm, burada kran var, bu onun üstünə düşür. Heç, ümumiyyətlə, düzün desəm, heç mənim xoşuma gəlmədi. Bu, görürsünüz necə düşür. Ola bilsin ki, mənim kranımın oy, yoruldum uca bundan. 6 ola bilər ki, burası qalındır, bu keçmir ora. Bunu əmim qızım istəmişdi, onun üçün sifariş etmişdim. İnşallah ki, onun xoşuna gələr, qane edər onu. Amma rezin olaraq buna oxşayır, görürsünüz. Bu yumuşaqdır, bu biraz bərkdir. O üçün lazımlı bir şey deyil. Mən bunu istəməz. Və işdən sonra Nərminə ilə, bacım qızım ilə getdik elit mağazinə. Mağazində hər şey var. Burada bişirmək üçün hər şey var. Həm formalar, həm krem üçün hər şeylər var. Həm şokoladlar,
Nə lazımsa hər şey var və bu mağazaya gələndə bir şey almamış çıxıb getmək çox çətindir qızlar. Mütləq və mütləq buradan nəsə almaq istəyir insan və biz də burada girdik. Biz aldıq nələrsə və indi göstərəcəm nələr almışıq və axşam cheesecake bişirmək istəyirik. 2 dənə cheesecake və bir dənə də magnolia deserti bişirmək istəyirik. Çünki sabahları mənim ad günümdür. Cheesecakelərdən birini işimə aparacağam iş yoldaşlarıma, biri isə ev üçün. Elif'ten almıştım onları da ve bunları da. Buradan ne aldım? Bir defa çoktan da almıştım. Göstermiştim size. Sukhari biraz büyüktü. Bunlar bunların adı neydi? Strips. Stripsler için çok güzel olur. Bütün budları da her şey bunun kızartmak olur. Çok güzel. Böyle forma aldık. Saxarla pudra ya kakao nəsə belə qoyub üstünə tökmək üçün ki belə forma qalsın. Belə forma qalacaq. Sublimированный dondurma aldık. Şimdi paylayayım bunlara bakın görüm ne değiller. Какой цвет хочешь? А я? Какой цвет хочешь? Это мороженое сухое, такое или такое? Почекай, я выберу. Выбирай. Вот этот. Бери. Альбин, ты тоже можешь взять один. Ее можно есть? Да, кушай. Давай два поделим пополам. Onu yumuk. Bunda belə çox gözəl burada. Rogaçov. Точно, это желтая и клубничная. Da, çox gözəl qatılaşdırmış süd olur. Və yenə də aldım uşaqlar üçün, bəlkə lincikdən zaxtan pişirdim onlara. Bu isə qarğıdalı nişastasıdır və cəmi 88 qəpiyə bu qədər aldıq. Burada isə 550 qramdır. Yarım kilo. Və aldım adi bizim Walmart'ımızdan yumurta. 2 dənə belə smetana. 2 dənə süd. 4 dənə kəsmik. Bunlar hamısı tort üçündür. 4 kilo un, ama bu un burada biraz çoxdur. Magnolia için banan aldıq. Orada hansı istəyirsiniz meyvə olmaq olar, qoymaq olar. İndi Sezon sezon göre. deyil, yoxsa biz çiyələk qoyardıq. Çeyrek. Amma ki yenə də indi də çiyələk var, mən istəmirəm uşaqlara o çiyələkdən hələ verim. Ona görə banan aldım. Beləliklə başlayaq hazırlamağa. Bir de döşəti. Döşəti də aldıq ki, indi o suxarilərlə başlayaq. Xırt-xırtlı nədir onun adı yadımdan. Stripslər. Qızlar, deməli, yarısını burada elədim belə. Və mənim bunlar уже yeyirlər, görürsünüz, gözləyə bilmir. Tavada. Biraz yağ tökmüşəm, yağa istəyirəm deyənə, amma belə gözəl alınır və bunun dadı biraz başqa cür olur. Adi suxaridə eləyəndə biraz başqa cür olur, amma yenə də dadlıdır hər iki cür. Artıq yemək yedik, axşam yeməyi yedik və başlayırıq cheesecake bişirməyə. Cheesecake-i belə bir yumru kalçoda bişirəcəyik dairədə və içinə belə bişirmə kağızı qoyuruq, formalaşdırırıq və xəmirini qoyuruq. Əvvəl xəmirini bişiririk, sonra isə içini. Xəmiri isə pisoçna testadır qızlar, ona görə biraz yaymaq çətindir. Əllə yaxşı-yaxşı formalaşdırırıq. Düz bu qabın altı kimi olmalıdır. İçli üçün biz 2 paçka kəsimi götürdük. Yağlığını özünüz idarə edə bilərsiniz. Əgər dietik istəyirsinizsə, heç yağsız da götürə bilərsiniz. Bizdə isə 9%-dir. Və sonra bura xama əlavə edirik bir böyük qabda. Bizdə isə bu Dr. Milk idi. Amma siz hansını istəyirsiniz götürə bilərsiniz. Yağlığı da yenə də özünüz baxa bilərsiniz. Dietik istəyirsinizsə az yağlı götürürsünüz. Əgər sizin üçün fərqi yoxsa, yağlığı normal götürə bilərsiniz. 2 yumurta əlavə edirik bura. Vanilin, qabartma tozu və ən sonunda nişasta, qarğıdalı nişastası və şəkər tozu əlavə edib bunları hamısını qəşəng-qəşəng qarışdırırıq ki, homojen kütlə əmələ gəlsin. Artıq qabları da yuyub qoymuşuq ki, qurusun. Çünki təzə alınmışdı, yığmamış bunların içində heç nə eləmək olmaz. Ona görə bunları da yuduq. Belə qoyduq ki, hazırlayaq bunların içində magnolia desertini.
Əslində Magnolia reseptini daha da rahatlaşdırmaq olur, rahat usulda etmək olur. Bu sadəcə siz peçenya alırsınız, biskvit peçenyalar, onu bu chopperlə xırdalayırsınız və altına onu qoyursunuz, üstünə kremlə qalan ərzaqları yığırsınız. Amma ki biz heç vaxt rahat usulla əl atmırıq, belə deyim. Yox, əslində isə biz istəmirdik peçeni. Çünki peçenyaların hamısında demək olar ki, palma yağı var. Ona görə biz istədik ki, kərə yağlı özümüz evdə bişirmə bir şey olsun. Ona görə də cheesecake-ə etdiyimiz pisoçni testanı eynən ondan Magnolia üçün də elədik. Əvvəlcədən qızartdıq, soyutduq, sonra isə bunu belə chopperdən keçirdirik ki, xırdalansın. İndi bunları doldururuq, baxaq görüm neçə dənə qab olacaq. Biz sadəcə 6 dənə qab aldıq ki, prob üçün. Bunların qapağı bağlanır. Amma əslində lüboy stakanda, sonra marojna qabında, lüboy belə bir şeylərdədir, balaca bankalarda. Böyük də elə bilərsiniz. Ya da bir dənə də böyük eləyə bilərsiniz, obşi. Amma biz bunu imенно porsiya eləyirik. Yes. Deməli, Nərminə xanım, nə gedir bizim kremimizə? Bir porsiya. Bəli. Bir porsiya, 2 də yumurta, yarım litr süt, 140 qram şəkər, nişasta 40 qram və vanilin. Biz indi burada biz bir porsiya yarım edirik. Çünki 6 dənə belə stəkançımız var, hələ burada da var. Bəlkə daha biraz da əlavə qalsa marojna qabında da etmək istəyirik. Bu isə bizdə zavarnoy kremdir, hansını ki bişiririk peçdə, qazın üstündə qaynadırıq. Mənim ən xoşum gələn kremlərdən biri budur qızlar. Bilmirəm sizdə necə. Ona görə bu Magnolia'da deyəndə ki, oxuyanda mən bugün görəndə ki, imенно bu kremdir. Çox istədim ki, həmin bu Magnolia'nı elim. Özdə Magnolia çox rahat bişirilir. Birinci dəfə yeyirəm düzünü desəm. Nəsə baxşı axırıncı vaxtlar mənim çox belə porsiyonlu tortlardan xoşuma gəlir. Daha xoşum gəlir çox belə stəkançilərdə. Nə bilim, mənə elə gəlir ki, bu həm qəşəng görünür, həm də insan istəyəndə öz porsiyasını götürüb yeyir. Особенно belə ailədə bişirəndə biri kəsir, xaladenikdə yer, tapılmır böyük tort üçün. Bayramlarda bir dənə tort götürürsən, qabağa qoyursan. Bizdə indi sabah mənim ad günüm üçün cheesecake var artıq. Bu isə səhər bizim desertimiz olacaq. Buna baxın, nəsə qurdalanır burada. Что там не то? Не знаю. Əslində mən özüm bişirmək istəyirdim bunları, amma bu, görürsünüz onu, bu deyir ki, yox, xala, sənin ad günün xala demir mən əslində, bu mənə adımdan çağırır. Balaca olanda mənə bir dəfə deyib ki, ola sənə Pərvanə deyim, mən də dedim, yaxşı, elə o, bu, daha xala yoxdur. Arada mənə xala deyir, amma onda bilirəm ki, nəsə eşitdir. Elə belə xala deməz. Bu nəsə nitodur. İndi gəldi özünü araya saldı, cheesecake pişirməli idi. Mən də onu biraz da yüklədim, Magnolia'da onu pişirdirəm. Vəbşi mən xoşlayıram, amma mən bayaq buna deyirəm ki, nəsə mən tək pişirməyi xoşlayıram. Kimsə mənim mətbəximə daxil olan kimi hamısını atıram onun üstünə. Özüm isə istirahətə. Bunlar belə olmalıdır. Qıraqlardan görünməlidir. Hansı meyvədir bizdə? Bizdə deyəndə bizdən banandır. Ümumiyyətlə bu görünməlidir ki, qıraqda hansı meyvədir. Bu mənim meyvəmsə, elə buralarda oxlanıb düşmək istəyirəm. Əslində belə də eləyə bilərəm. Naverlə belə eləyəcəm. Görürsünüz. İndi hamısını belə düzəcəm. Belə hər şeyi bişirirdik birlikdə Nərminənin. Bir də gördüm ki, Nərminə aradan çıxdı və mən də təbii bunları hamısını hazırlamaq davam edirəm və bir də gördüm ki, qızlar С днем рождения, Вика! С днем рождения, С днем рождения, с днем рождения, Витя! И спасибо, много благодарна, Эмильчик. Я повторила. Ты что, не плачешь? Сними это. Максу, подожди, спасибо, Нармина. Так, давай. Я загадаю желание. Задуваю. Еще не пой! Еще Все не пой. Все не пой. Это не это мимоза. Ай, Ева, это мимоза. Моя любимая. с днем рождения, Днем Полин. рождения. Ты самая красивая
Женщина, дайте поцеловать вас. Мама, с днем рождения. Я люблю тебя. Bu denizin gözü yaşlı sensin. Sen de gittiğine bak yağlı yağış. Bu denizin Və saat 12-də mənim sevimli ailəm məni beləcə təbrik etdilər. Biz isə davam edirik bizim magnoliyaları düzəltməyə. Başa düşdüyünüz kimi 12-dən də keçib biz isə hələ də tort bişirməkdəyik. Qalmışdı deyənə qızlar 3 dənə də belə qabda elədik. Это банан резала этим ножом. Da, banan da var. Еще один банан. Krem soğuyandan sonra biz bir də onu qarışdırdıq gözəl. İndi isə kremli şokunu doldururam. Dolduracağıq. Görün nə gözəl oldu qızlar. Belə. İçi isə belə. Sadəcə olaraq bu videoda belə göstərir çünki biraz tərləyib stəkançıqlar. Bunlar indi qalıb. Bizə krem bəs olmadı. Gərək biz 2 porsiya eləyərdik. Ona görə biraz da elədik. 1 porsiya yenə elədik. 2 yarım alındı da belə deyək. İndi bunları da doldurarıq. Yəqin bizə bəs eləyər. А как? Bunu buzluqda saxlayırdım. Bu qarağatlı qırmızı və bunu kraxmalla, bir də şəkərlə bişiririk. Ну как пробовать? Və cheesecake-in üstünə qoyuruq. Ложкой возьми, пробуй. Ну где ложка? Emil isə azı tortunu bəyənmədi və səhərdən bizim tortumuz gözləyir. İndi başlayır yeməyə. Одной рукой стакан держи. Какой? Вот этой? Да. Вот. Ну давай, кушай. Молодец. Попробуй, скажи мне, как вкусно? Вкусно. Кушай, Ой. кушай. Кушай. Красота. Мгм. Вы лучшие все готовники. Вы лучшие повары. Вы лучшие повары и все готовите вкусно. Spasibo gördünüz. Da bu komplimentdən sonra bişirməmək olmaz. Biz xodlandıq. Saat 1-də mi biz hələ bişiririk. Belə deyirlər bizə, ona görə biz xodlanırıq. Saat 1-də də dayana bilmirik. Artıq hazırdır qızlar. Birini Emil yedi, 6 dənə qab idi və 3 dənə də belə qab alındı. Qızlar baxın, nə gözəl biz bunu düzəltmişik. Bu işə aparacağım. İndi isə birində bizim üçün düzəldirik. Onun üstü moruq olacaq. Bu isə dediyim kimi qırmızı qarağat idi. Ну да. Moruq. Rəngləri də fərqli olacaq. Bunu da belə elədik. Qarağındakini kağızı açmadıq. Sabahları kəsəndə açarıq artıq. Bu bizim stolumuz üçündür. Kızlar tortu getirdim. İşə belə hədiyyə etdilər. Hədiyyənin yarısı isə axşam olacaq. Onlar gözləmirdilər. Mən həmişə axşamlar gedirəm deyəndə indi ona görə mənə belə gözəllik. Bunu da koymuşam bura. Koridora elə yaxşı iyi gəlir. Qoxu daha doğrusu. Çox xoşduram bu gülləri. Bir də siren gülləri. Ona görə bunların qoxusu bütün aləmi bürüyür. Və bəzilərinin soruşurdunuz ki, acıtmanı necə düzəldirlər? Acıtmanı elə çox rahat düzəldirlər. 50 qram un, 50 qram su götürürsünüz. 30 qram da götürə bilərsiniz. Əsas odur ki, su ilə un eyni miqdarda olsun. Qarışdırırsınız və otaq temperaturunda saxlayırsınız. Nə çox isti olmalıdır, nə də çox soyuq. Sadəcə otaqda mətbəxinizdə bir yerdə qoyursunuz. Ya da otaqda qoya bilərsiniz. Gün keçəndən sonra onu bir də baxırsınız, bir də qarışdırırsınız, bir də ona əlavə edirsiniz 30 qram un ya 50 qram götürmüsünüz əvvəldən 50 qram un, 50 qram su, yenə qarışdırırsınız, yenə qoyursunuz. Belə 7 gün eləyirsiniz və bir 3-4 gün bunun iyisi də xoşunuza gəlməyəcək, köpüklər də olmayacaq. Elə biləcəksiniz ki, heç nə alınmayıb, sizdə xarab olub, amma bu belə deyil. Sadəcə olaraq gözləmək lazımdır və gördünüz ki, bankanız çox qıraqları çirklənib, bankanı dəyişməyi unutmayın. Hər 2 gündən 3 gündən bankanı dəyişin. 7 gündən sonra görəcəksiniz ki, sizin acıtmanız qalxır 2 dəfə ya da özündən 2 dəfə qalxır və
Bu o deməkdir ki, sizin acıtmanız artıq hazırdır. 7 gün keçəndən sonra acıtmada belə fərq görsəniz, deməli acıtmanız hazırdır və onu bir də yedirtib, bir də qıcqırandan sonra qoyursunuz xaladenikə. Xaladenikə qoyandan sonra isə hər 3 gündən onu yedizdirirsiniz. Deməli çıxardırsınız, 3 gündən yenə də qoyursunuz otaq temperaturunda, 1 saatdan sonra o yenə başlayır qıcqırmağa və siz ora yenə də un və su eyni miqdarda əlavə edirsiniz. Yenə biraz qıcqırandan sonra artıq qoyursunuz xaladenikə. Əgər siz çörək bişirəcəksinizsə, çörəyə onu əlavə edirsiniz, sonra yenə yedizdirib onu qoyursunuz xaladenikə. Beləliklə burada bir çətin iş yoxdur, amma sadəcə olaraq sistematik unutmayıb bu işi görmək lazımdır. Çünki bir dəfə unutsaz onu yedizdirməyə o uje xarab olacaq və sizin bütün əziyyətiniz boşa gedəcək. Və əgər istəyirsinizsə mən bunu sırf bunun haqqında mən bir video çəkeyim, balaca bir shorts çəkib qoya bilərəm. Sizin üçün rəylərdə yazarsınız. Hazıram, Mən də başladım. hazıram. Məndə Ankara printer var idi. İndi də nəhayət ki seçdim səni. Svetnoy. Rəngli də. Değil. Rəngli printer. İndi mən işim üçün gündə çap çup. Dedim ki, bayram palaslar yere uşaqları bir-bir gətirin. Olursa qonşular da gəldi. Sən çəpəyə indi qulağınızdan olmaz. Bu da kraskaları indi çıxardım içində göstərəcəm. Mən ağ istirdim və ağ təkcə bir yerdə var idi və sağ olsun mənim yoldaşım getdi. İmенно bu ağı tapıb gətirib mənə. Baxın nə gözəldir qızlar. Bu deməli Epson firmasıdır. O bir yerdəki bizdə nədir? HP. Подожди min. Bunu deyirdim ki bizdə var biri. Bu ağ çıxardır. HP'dir bu. Axırda ev ofis olacaq o şey. Bu içədən. Baxın belə. Nə gözəl görünür. Пазика. Нет, Поем, Happy birthday to you. Давай, Альбина. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday. Uşaqlarım hamı su çiçəyi olmuşdu deyənə qızlar, artıq heç kim bizə gəlmədi, heç kimi çağırmadım, çünki heç kim bilmir, xəstələnibmi, balacalıqda xəstələnməyibmi, kiminsə uşağı ola bilər ki, xəstələnməyib, ona görə heç kimi bizə dəvət etmədim. Sadəcə özümüz, bir dənə mama və qardaşımın qızları gəlmişdi, bir də bacımın qızı, o yoxsa da dünəndən bizdə idi və özümüz öz balaca dairəmizdə belə deyim, ad günümü keçirtdik. Baxmayaraq ki, biz bir balaca ailə olaraq bunu keçirtdik. Ad günüm çox xoş keçdi. Ən yaxşı ad günümlərdən biri idi. Mən hesab edirəm ki, ad günü harda, kim necə keçdiyini o qədər önəmli deyil. Əsas kimlərlə keçdiyi önəmlidir və əsas hamıya arzu edirəm ki, yanınızda həmişə sizin sevdiyiniz, sizi sevdiyi, sizə hörmət etdiyi və siz hörmət etdiyiniz insanlar olsun, sizi başa düşdüyü insanlar olsun ki, həmişə sevinəsiz, ürəkdən sevinə biləsiniz. Beləliklə qızlar, sizə də təşəkkürümü bildirmək istəyirəm ki, sonacan məni izlədiniz, mənimlə oldunuz. Mən isə gələn videolarda görüşmək ümidi ilə sizinlə sağollaşıram. На самом деле Эмиль богатый. Родственник. Потому что у него столько родственников. Понравился тебе жасмин? Конечно. Он очень вкусный. По-твоему? Так, теперь кто будет этот тортик? Я. А что другой тортик есть? Мне было промина. Рыжик. Ты тоже хочешь попробовать этот тортик? Это не для тебя, рыжик. А, он думает из-за этого звука, что ему даже сейчас что-то. Альбень. Ne güzel, ne güzel. Гогерой. Такая Альбень. Сногсшибательный разрез. Və ən sonunda qızlar istədim sizə göstərim. Mənə işdən nə hədiyyə etmişdilər. Unutmuşdum sizə göstərim. Belə bir gözəl qab hədiyyə etdilər. Ağ qabdı stolun üstünə qoymağa, içinə yəqin ki, hər bir şey qoymaq olar. Həm meyvə, həm hansısa şirniyyat. Məncə hər şey qoymaq olar. Çox gözəldir. Ayaqları da var və üstündə də belə kala var. Hansı ki, dəmirin üstündə açsaq belə. Sadəcə olaraq açmadım, bu skoçdan ayırmadım. Amma altında görürsünüz belə dəmir var və dəmirin ucunda kalanı bağlamağa həm hədiyyə görə, həm də diqqətə görə sağ olsunlar, var olsunlar.